Deməli, dedik ki, sürüşmə... En dayağın reaksiya qüvvəsi, Bəli, dayağın reaksiya qüvvəsidir. İndi gəldik sürüşmə sürtünmə qüvvəsinə. Sürüşmə sürtünmə qüvvəsi. Deməli, uşaqlar, dedik ki, sürüşmə sürtünmə qüvvəsinin 2 dənə səbəbi var. Kilokötür səthlərin olması, bir də molekulyar qarşılıqlı təsirlər. Hərəkətin əksinə doğru yönəlir, amma hər zaman belə deyil. Bax, bunu mən sizə sübut elədim. İndi gəlin bunun düsturuna baxaq. F sürtünmənin düsturu mi vurulsun n-dir. Burada F sürtünmə qüvvəsidir, mi sürtünmə əmsalıdır. Bunun vahidi yoxdur sürtünmə əmsalının. N dayağın reaksiya qüvvəsidir. Bərabərdir, mi vurulsun P çəkiyə, dayağın reaksiya qüvvəsi çəki və yaxud da mi vurulsun F təzyiqə. Uşaqlar, mi-nin kəmiyyəti bunların heç birindən asılı deyil. Yəni, sürtünmə əmsalı vahidi də yoxdur. Ona görə bu, belə deyək, asılı deyil heç kimdən. Bu formada yazırıq kəmiyyət olaraq. Yəni, asılı olduğu şeylər deyimdə sizə nədir? Materialın növündən asılıdır, bir də cilalanma səviyyəsindən asılıdır. Məsəl üçün, materiallar müəyyən qədər cilalanır, onların səviyyəsindən asılıdır. Vəsə, başqa şeydən asılı deyil bu kəmiyyət. Sürtünmə qüvvəsinin amma özü isə, uşaqlar, sürtünmə qüvvəsinin özü dayağın reaksiya qüvvəsindən, çəkidən, F təzyiq qüvvəsindən düz mütənasib asılıdır. Burada diqqətli olun, çünki bu sualları görə bilərsiniz. Aydın oldu. Burada olan bucağın alfa tangensi isə bizə neyi verir? Mü'nün özünü verir. Aydındırmı? Bunları bu formada yazırıq. İndi bax, burada mən xəttlər keçirdəcəm. Bu 1, bu 2, birini gəlin belə keçirdik. Olsun 3. Deyir, burada mü'ləri müqayisə eləyin. Təbii ki, tangens alfa ilə müqayisə eləyəcəksiniz. Yəni, tangens artan funksiya olduğundan böyük bucaq böyük qiymət alır. İndi bax, birincinin bucağı burada, balaca, alfa. Alfa 1. İkincinin bucağı, bax, burada göy. Üçüncünün bucağına da gəlin fərqli bir rəng çəkək. Olsun qara rəngdə. Bu da belə. Deməli, burada olacaq nə? Ən böyük kimdirsə, o da ən böyük qiymət almış olacaq. Aydın oldu. Bir şey yadda saxlayın ki, uşaqlar, mü'nün aldığı qiymətlər 1 ilə 0-ın arasında yerləşir. Yəni, sürtünmə əmsalının aldığı qiymətlər. Aydındırmı? Bu oldu bizim, deməli, sürtünmə əmsalı və sürüşmə sürtünmə qüvvəsindən giriş hissəmiz. Bu formada yazdıq. İndi bizdə bəzi asılı qrafiklər var. Yəni, sürtünmənin dartdan asılı qrafiki var. Gəlin, indi bir də onu nəzər salaq. F sürtünmə qüvvəsi, bu da F dartı qüvvəsi. Bu formada asılıdırlar uşaqlar bir-birlərindən. Bax, bura qədər gəlir. Ekranın üzünə gəldi, düşdü bir də. Aha, bunu bu formada çəkək. Bunu da belə, buradan belə. Fisyo. Buradakı bucağı qeyd eləyək. Deməli, buradakı bucaq olacaq 45 dərəcə. Baxın, uşaqlar, hərəkətin birinci hissəsi, gəlin bura 1 deyək, bura 2 deyək. Hərəkətin birinci hissəsində Hüseyin gəlib dəbərdə bilmir bu cisim yerindən. Baxın, məsəl üçün qoymuşuq. Hüseyin gəlir, dartır, amma yəni deyir, dartdım, amma deyir, nənə babadan, baba nənədən o məsələdəndir bu. Aydın oldu. Yəni, burada, uşaqlar, birinci hissədə sökünət sürtünmə qüvvəsidir. Yəni, cisimdə sürət yoxdur. Aydın oldu. Yəni, birinci halda dartı sürtünməyə bərabərdir. Onda birinci hala nə deyəcəyik biz? Sökünət sürtünmə qüvvəsi. Aydın oldu. Bu qrafikli hissələri sizdən soruşacaqlar testlərdə. Birinci solda sökünət. İkinci hissəyə gələndə artıq fikir verirsinizsə, dartı qüvvəsi, yəni burada artır. Və nəhayət nə yaranır? Burada sürüşmə sürtünmə qüvvəsi yaranır. Aydın oldu. Ona görə ikincisi də deyirik nə yaranır? Artıq F dartı sürtünmədən böyük olacaq və cisim sürüşəcək. Yəni, sürüşmə sürtünmə qüvvəsinə məruz qalacaq. Aydın oldu. Sürüşmə sürtünmə qüvvəsi. Bu da belə. İndi bəzi xüsusi hallarımız var. Gəlin uşaqlar, onlara nəzər salaq, qəşəng. Bura qədər kimdəsə sual var? Biraz mən sürətli danışıram, çünki 11-ci sinifsiz və çatdırmağa çalışırıq. Xüsusi hallar. Kimin sualı varsa əlin qaldırsın, mən həmən dəqiqə stop edib dayanacam. Birinci hal. Cisim üfüqi müstəviyə qoyulub V sürətindən gedir. Bu çox düşür. F dartı qüvvəsindən dartılır bu formada. Sizdən nəyə soruşa bilər? Sizdən soruşa bilər ki,
Bu zaman cisimdə sürüşmə sürtünmə qüvvəsi nəyə bərabərdir? Bu zaman yazırıq. Sürüşmə sürtünmə qüvvəsi bərabərdir nəyə? Müyü n-ə. N burada nəyə bərabərdir? N üfüqi müstəvidə dayağın reaksiya qüvvəsi ilə cismin öz ağırlıq qüvvəsinə bərabərdir. Onda mən sürüşmə sürtünmə qüvvəsinin yerinə nə yaza bilərəm? Müyü mj. Yəni mən sizdən soruşsam ki, üfüqi müstəvidə sürüşmə sürtünmə qüvvəsi nəyə bərabərdir? Hamı deyəcək ki, nədir? Müyü mj. Bu formada nə edirsiniz uşaqlar? Yazmış olursunuz. İkinci halda ola bilər sizdə liftin bir kabinəsində versin cismi. Bu formada verə bilər. Məsəl üçün V sürəti ilə bu formada gedir. N dayağın reaksiya qüvvəsi yəni də yuxarı, mj bunu aşağı doğru çəkir. Bu formada yazırıq. Cisim yuxarı yönəlmiş təcillə gedir bu formada. Onda biz bunu belə yazırıq. F sürtünmə qüvvəsi bərabərdir yenə də müyü n-ə. Amma ki, burada artıq n sən daha gətirib yaza bilmərsən müyü mj. Çünki burada nə var? Təcil var, düzdür? Yəni yazdın ki, müyü m, amma nə yazmalısan? Yuxarı doğru təcildirsə, j plus nə? A. Aydın oldu? Yuxarı doğrudursa. İndi bunun C variantında təbii ki, cisim A təcili ilə aşağı doğru gələcək. Yəni də M kütləli bir cisimdir. Amma o nə edir? A təcili ilə aşağı doğru gəlir. Düzdürmü uşaqlar? Bu da V-dir. V-nin istiqaməti də bu formada. Onda biz yazırıq ki, sürtünmə qüvvəsi nəyə bərabərdir? Müyü M J minus A-ya. Aydın oldu uşaqlar. Yuxarı doğru təcildə B variantından gedirik, aşağı doğru təcildə C variantından gedirik. Bura qədər kimdə sual var? Bura qədər kimdə sual var? Yox. Bir şey yadda saxlayın uşaqlar. Biz burada dayağın reaksiya qüvvəsini axtarırıq. Dayağın reaksiya qüvvəsi dəyişəndir. Aydın oldu. Müxtəlif formalar alır. Yəni çəki kimidir. Yəni belə bu qələmumdur. Rəngdən rəngə düşür. Aydın oldu. İndi biz o rəngləri bir-birindən ayırd eləməliyik. Bu sürüşmə sürtünmə qüvvəsində, yəni bu birinci hissədir. İndi biz bunun ardınca davam edə bilərik. Yəni bucaq altına yönələn deməli 2 dənə halımız var. Buranı mən indi silirəm uşaqlar. Ağlı qələmi qoşaq. Cisimimizi burada qəşəng-qəşəng yerləşdirdik. Oy, çəkmədi ki bunu. Niyə? Belə qoyduq cisimimizi. Qəşəng. Bir dənə də bucağımızı buradan yönəldik yuxarı doğru. F qüvvəsi. Bayaq biz buna sükunət halında baxmışdıq. Düzdür uşaqlar? Bu D variantıdır. İndi biz buna baxacağıq. Sürüşmə sürtünmə qüvvəsində burada nələr baş verir, onu nəzər salacağıq. M kütləmizdir. Bu formada yazdıq yenə də. Dedik ki, burada qüvvəni iki proyeksiya ayırırıq. Düzdürmü? Üfüqlə müəyyən bucaq altına yönəldiyinə görə. Fx, bir dənə Fy. Bu formada yazırıq uşaqlar. İndi bizdən soruşur ki, bu sistemdə cismin cismin sürüşmə sürtünmə qüvvəsi nəyə bərabərdir? Yenə də yazıram. Sürtünmə qüvvəsi bərabərdir müyü n-dir. İndi mən burada nəyi tapmalıyam? N-i tapmalıyam. Bəli. Cismin ağırlıq qüvvəsi olan mj aşağı doğru yönəlir. Dayağın reaksiya qüvvəsi isə n yuxarı doğru yönəlir. Düzdürmü uşaqlar? Cisim hərəkətdədir. Yəni hərəkət eləyir o. Bu zaman biz yazırıq ki, yuxarı doğru gedən qüvvələrin cəmi aşağı doğru gələn qüvvələrin cəminə nədir? Bərabərdir. Yəni sürüşmə sürtünmə qüvvəsində uşaqlar sizə Fy lazımdır. Aydın oldu. Fy-in ifadəsi isə Fy bərabərdir. F vuraq sinus alfadır. Aydın oldu. Necə ki, siz riyaziyyatda trigonometriyada y oxuna sinus demirsiniz, x oxuna kosinus deyirsiniz də. Burada da elədir. Fy f sinus alfa, fx f kosinus alfa formatında yazırıq. İndi gəlin biz buradan n tapaq. Dedik ki, yuxarı gedən qüvvələr n-dir. Bir də nədir? Fy-dir. Bərabərdir nəyə? Aşağı doğru gələn qüvvə, yəni mj-yə. Onda gəlin biz buradan n tapaq. N bərabərdir mj çıxılsın nəyə? Fy-ə. Fy-in də yeni gətirib nə yazıram? F vurulsun sinus alfa. Aydın oldu. Vəsiyo, bitdi. Bu formada yazdıq. İndi bu n ifadəsini gəlib burada yerinə qoyuram. F sürtünmə bərabərdir. Müyü vurulsun. Mötərizədə mj minus f sinus alfa. Vəsiyo. Aydın oldu gənclər.
Yəni bu formatda işləyirik. İndi mən bunun aşağı doğru yönəlmiş bucağını da çəkəcəm. Orada da yenə də biz bunun üzərində işləyəcəyik. İndi baxırıq bunun aşağı doğru çəkilmiş halına. Y variantına gəlirik. Yəni də cisimimizi qoymuşuq burada. Amma bu dəfə qüvvə müəyyən bir bucaq altında yönəlir. F qüvvəsi. Amma aşağı doğru yönəldi. Bayaq yuxarı idi, indi aşağı doğru. Yenə də üfüqə toplanan olur Fx, yuxarıdan aşağı gələn olur Fy. Bu formada yazdıq. Amma qüvvələrin istiqaməti aşağı doğrudur. Kütləsi M olduğuna görə bunu aşağı doğru çəkən mg ağırlıq qüvvəsi var. Dayaq üzərində olduğundan yuxarı doğru yönələn dayağın bir N reaksiya qüvvəsi var. Aydındırmı? İndi məndən sürüşmə sürtünmə qüvvəsini soruşur. Yazıram ki, müyü N-dir. İndi gəlin N-i buradan tapaq. Ay müəllim, bəs biz necə tapacağıq N-i? Çox gözəl bir formada yazacağıq. Yuxarı doğru gedən qüvvələr N-dir, aşağı doğru gələn qüvvələr mg, bir də Fy-dir. Onda yazıram ki, yuxarı doğru gedən qüvvə, yəni N, bərabərdir mg plus Fy-ə. Bayaq nə dedim mən? Fy-in qiyməti nəyə bərabərdir? F sinus alfaya. Bax formatda yazdıq. İndi gəlirəm düsturda N-in yerinə tapdığım formulu yazıram. Mg plus F sinus alfa. Bu da qutardı, getdi. Yəni yuxarı aşağı doğru bucaq altına yönəlmiş qüvvələrdə sürüşmə sürtünmə qüvvəsinin təyini ən son olaraq gənclər baxırıq mail müstəvidə. Bura çox diqqət yetirin. Bu mail müstəvi bəzən uşaqları bəzən bezdirir. Çünki bunun iki dənə halı var. Biri sükunət halıdır, bayaq dediyim. Bir də sürüşmə sürtünmə halı. İndi biz cismi qoymuşuq. Bu formadadır. M kütlədir. V sürətindən aşağı doğru gəlir. F dartı bunu dartır. Hərəkətin əksinə yönələn bir F sürtünmə qüvvəsi var. Onda uşaqlar biz deyirik ki, burada yaranan F sürtünmə qüvvəsi yenə də müyü N-dir. Amma bu dəfə N-in qiyməti olacaq müyü mg kosinus alfa. Yazacağıq bunu müyü mg kosinus alfa. Fikir verdinizsə bu formada yazdıq. Deməli sürüşəndə, yəni sürüşmə halı olanda kosinus alfa olur. Aydın oldu. Dayağın reaksiya qüvvəsini ayrıca yazsam, mg-nin kosinus alfaya olan hasilinə bərabərdir. Onda gəlin burada 3 dənə mən yenə də cismi çəkim. 2 dənə çəksəm əslində bəs eləyir. Bu olsun 60 dərəcə. Bu da olsun 30 dərəcə. Eyni bir M kütləli cisimdir. Burada qoyuram, bir də burada qoyuram. Gördüyünüz kimi. Mən də sizdən soruşuram ki, hansında sürüşmə, sürtünmə böyükdür? 1-də yoxsa 2-də? Sürüşmə, sürtünmə, bu da 2. Təbii ki, cavablarda bəli, bax fikir versəz, görəcəksiniz ki, burada olan bucaq artıq kosinus alfadır. Sükunət sürtünmənin içində kosinus var. O da azalan funksiyadır. Yəni böyük qiymətlərdə, daha doğrusu böyük bucaqlarda kiçik qiymətlər alır. Ona görə də bir dəfə F sükunət sürtünmə 2 1-dən böyük olacaq. Sürüşmə halında. Aydın oldu. Yəni F sürüşmə sürtünmə qüvvəsi ikincidə birincidən daha çoxdur. Müəllim, niyə görə belədir? Çünki kosinus alfa kiçikdir, kiçik qiymətdə isə kiçik bucaqda isə o böyük qiymətlər alır. Aydın oldu. Əgər sizdən sükunət sürtünməni soruşsaydı, onda sinus alfanın gedəcəkdi. Bax, burada çox diqqətli olun. Çox uşaqda bunu qarışdırır və gedib imtahanda səhv eləyirlər. Sınaqlarda da buradan suallar düşür. Bu da belə sürüşmə sürtünmə qüvvəsi. Aydın oldu hamıya? Yəni maksimum qısa konspekt şəklini izah eləməyə çalışıram sizə ki, sizi də mən çox yormayım. Bütün halları nəzərdən keçirdik. Bu da belə. Uşaqlar, dərs qayd olundu. Amma niyə bağlanmır bilmirəm. Yəni də saniyələr gedir telefonda.